Atəşkəsi pozmaq, Azərbaycana qarşı sərt ittihamlar səsləndirmək, sözdə sülhü istəmək, əməldə isə manipulyasiya etmək. Əfsuslar olsun ki, bu və buna bənzər əməllər İrəvanın addımları timsalında Cənubi Qafqazda sülh gündəliyini ləngidən əsas məsələlərdəndir. Ermənistan parlamentində səsləndirilən revanşist fikirlər bütünlüklə bu cəmiyyətdə mövcud olan əhval-ruhiyyədən xəbər verir. Baş nazir Nikol Paşinyanın ATƏT Minsk qrupunun buraxılmasına dair iki başda açıqlamalarının timsalında Ermənistanın nəzərləri sülh sazişi və ondan irəli gələn öhdəliklərdən ciddi cəhdlə uzaqlaşdırmağa çalışdığı sezilir. Fikir yayındıran açıqlamalardan biri ötən gün Paşinyanın canlı efirdə Qarabağla bağlı debatların keçiriləcəyi təqdirdə Ermənistanın keçmiş prezidentlərini hədələməsidir. Çox keçmədən parlament sədri Alen Simonyanın timsalında da məsələyə reaksiya verilir. Stat: Nə Robert Köçəryan, nə də Serj Sarkisyan heç vaxt prezident seçilməyib. Levon Ter-Petrosyan isə 1996-cı ildə seçilməyib. Bu şəxslər seçilməyən üçlüydür. Statın sonu. Nikol Paşinyanın açıqlamasına münasibət bildirən Ermənistanın sabiq Xarici İşlər naziri Vardan Osqanyan baş naziri milli çöküşün memarı adlandırıb. Bildirib ki, Paşinyanın strateji korluğu, siyasi təcrübəsizliyi və məsuliyyəti öz üzərinə götürməkdən imtina etməsi Ermənistanı tarixi məğlubiyyət və təcrid erasına sürükləyib. Hazırda Ermənistanın qarşısında bir sıra öhdəliklər durur. Bunlardan ən başlıcası Azərbaycanla bağlı ərazi iddialarını aradan qaldırmaq məqsədi ilə konstitusiyasında müvafiq dəyişikliklər etməsidir. Rəsmi Bakının haqlı tələbi olan fəaliyyətsiz ATƏT Minsk qrupunun buraxılmasına təşəbbüs göstərməsidir. Buna rəğmən İrəvan proseslərdən yayınmaqla sanki gözləmə rejimindədir. Gedişat onu deməyə əsas verir ki, Avropaya doğru inteqrasiyada maraqlı olan Ermənistan əslində bu davranışları ilə nəzərləri Azərbaycana yönəldərək onu təzyiq hədəfinə çevirməyə çalışır. Ermənistan cəmiyyəti, elə başda da Paşinyan və həmin bu revanşist qruplar anlamalıdırlar ki, artıq Qarabağ məsələsi Ermənistan üçün bitibdir və bu geriyə dönməz bir məqamdır. Və eyni zamanda mən düşünürəm ki, Qarabağ mövzusu ilə yanaşı Böyük Ermənistan kimi saxta və xəstə ideyanı, erməni soyqırımı kimi yalan ideyanı da Ermənistan Paşinyan bitirməlidir. Və bütün bunlar hamısı Ermənistanın, erməni cəmiyyətinin, erməni dövlətinin xeyrinə ola biləcək məsələlərdir. Bunları onların nəzərə alması və bu revanşizm məsələlərini də bu ideyalarla birlikdə arxivə göndərmələr lazımdır. Hazırlanmış sülh layihəsinə imza atmağa hazır olmasını ifadə etməsinə rəğmən baş nazir Paşinyanın son açıqlamaları rəsmi İrəvanın prosesləri ləngitməklə havadarlarının diqqət və təsirini Cənubi Qafqaza istiqamətləndirmək məqsədi güdür. Ancaq regionda yaratmış olduğu yeni reallıq yalnız rəsmi Bakının söz sahibi olduğunu deməyə əsas verir. İndiki şəraitdə Ermənistan hökumətinin beynəlxalq ictimaiyyəti çaşdırmağa hesablanmış manevrləri heç bir nəticə verməyəcək. Zeynəb Mirzəyeva, Real.